Xoş gördük əziz dinləyicilər. Bu gün növbəti Münhen konfransı Münhen Təhlükəsizlik konfransı başlayıb və Münhen Təhlükəsizlik konfransı həmişə liderlərin, prezidentlərin, baş nazirlərin danışdığı, verdiyi müsahibələrlə çox maraq kəsb edir. Bu təhlükəsizlik konfransı da çox maraqlı başlayıb. Maraqlı başlamaq səbəblərindən biri ondan ibarətdir ki, bu gün NATO'nun baş katibi Ruttenin çox gözəl açıqlaması var. Deyir ki, Rusiya özünü güclü ayı kimi aparır. Əslində qalsa bağ ilbizi kimi hərəkət edir. Yəni bunlar əslində hamısı Rusiyanın hansı vəziyyətdə olduğunun göstəricisidir. İkinci isə məhz Finlandiyanın prezidenti Stab da bildirib ki, konkretlə Ukrayna qalib gəlib. Halbuki mən bunu illərdir deyirdim ki, Ukrayna qalib gəlir. İkinci isə ən vacib, ən lazımi açıqlamalardan biri ondan ibarətdir ki, bunu da məhz Almaniyanın baş naziri Friedrich Merz bildirib. Friedrich Merz bildirib ki, nə qədər qüsurlu olsa da keçmiş bir dünya düzəni var idi. Kifayət qədər ədalətli idi, ədalətsiz tərəflər də vardı. Artıq o köhnə dünya düzəni dağılıb və yeni dünya düzəninin tələbləri ortaya çıxıb. Və bu mənada biz Atlantika ilə, yəni Amerika ilə Avropa yenidən bir olmalıdır, yenidən birlikdə hərəkət etməlidir. Bu günləri Çin sakit-sakit aşağıdan problemlər yaradan ölkələrə kömək eləyir. Problemlər yaradan, yəni bu da əslində qalsa yenidən yeni dünya düzənində ortada iki rəqabət aparan tərəfi ortaya qoyur ki, istər bugün Avropa Çinlə əlaqələri də yumuşatmaq istəyir, amma bunlar hamısı taktiki gedişlərdir. Bugün yenə də dünya üçün iki qütb var. Yəni qərb qütbü, demokratik qütb, bir də şərq qütbü ki, onun başını çəkən Çin. Əvvəllər Rusiya çəkirdi, artıq Rusiya, İran Çinin proksisidir və bunun başında çəkən diktatura tərəfində olan əlbəttə ki, Çindir. Bütün bunlar bizə onu deməyə əsaslandırır ki, yeni dünya düzəni əlbəttə ki, yenə də Qərbin, yenə də Amerikanın birlikdə hərəkəti ilə baş verəcək. Birlikdə hərəkəti olmasa da mən düşünürəm ki, bunların bağları o qədər bir-birinə yaxındır ki, müvəqqəti bir çəkilmə, müvəqqəti bir-birindən imtina, müvəqqəti uzaqlaşmanı biz görə bilərik. Amma biz qəti surətdə onu deyə bilərik ki, bu köhnə qütb, yəni demokratik qütb heç vaxtı bir-birindən ayrılmayacaq və bugünkü təhlükəsizlik konfransında da ortaya qoyulan nəsnələr, qoyulan məsələlər çox qənaətbəxşdir. Məsələn, Rusiya baxımından da qənaətbəxşdir. Biz bu günlərdə Rusiyanın həqiqətən sahədə məğlubiyyətini tam çılpaqlığı ilə görə bilirik. Üçüncü vacib məqam isə əlbəttə Almaniyanın baş naziri Friedrich Merz bir daha bildirdi ki, biz təcili surətdə güclü bir ordu yaradırıq. Artıq Almaniya, düzdür, bu biraz Fransanı və digərlərini qorxuda bilər, amma Alman maşını bildirdiyim kimi artıq Friedrich Merz açıqlama verir ki, bu sürətdə gedir. Almaniyanın yenidən silahlanması, yenidən güclü orduya çevrilməsi. Mən düşünürəm ki, bu çox vacib bir məsələdir. Avropada öz ordusunu yaratmalı, güclü bir tərəfə çevrilməlidir. Onda onun səsini hər bir tərəf eşidəcək və bizim regionumuz üçün də, Qafqaz üçün də bu çox vacib tərəflərdən biridir. Təşəkkür edirəm diqqətiniz üçün.